Salam olsun əziz və böyük Türk millətim. Salam olsun Mustafa bəy sizə. Salam olsun MTV izləyicilərimizə. Demək, bu günləri geosiyasi oyunlarda ətrafımızda gedən siyasi oyunlar və üzərimizə gələn təhlükələrdən araşdırdığım araşdırmalara görə bilgi vermək istəyirəm. Son günlərdə İranda, İran İslam Respublikasında baş verən hadisələr və bu günlərdə davam edən hadisələr, iş qışqırtmalar və iş çaxlaşmalar, bu bilindiyi kimi Mossad və CIA-nın bir yerdə etdiyi əməliyyatdır. Çünki İranda iç qarışıqlıq və Molla Fars rejiminin dəyişməsi bu həm də ki Çinə qarşıdır. Çinin 60% enerji qəbulunu və petrolunu, qaz və petrolunu əsas təşkil edən İran idi. Və bu Çinin qarşısını, enerjisinin qarşısını almaq üçün, enerji qaynaqlarının qarşısını almaq üçün İranı da rejim dəyişikliyinə və tam ələ keçirmək düşüncələrindədirlər. Və bu saldırı məsələsi var idi gündəmdə. Saldırını nəyə görə həlak etmirlər? Çünki əgər İrana saldırı olarsa, Ürmüz boğazı bağlanarsa, bu dünya neftinin, petrolunun qiymətlərinin qalxması olacaqdır. Bu da Rusiyanın əlinə oynayır. Və hər kəs də bilsin ki, Rusiya ilə Amerika bütün bu oyunlarda bir yerdədirlər. Həm Ukrayna savaşında bir yerdədirlər, həm İranda olan hadisələrdə bir yerdədirlər. Bunlar hər ikisi də Çinə qarşı eyni oyun oynayırlar. Və Venezuela'da baş verən Maduro'ya qarşı olan hadisələr, Maduro'nun hakimiyyətdən götürülməyi də, bu da Venezuela'da olan 3 böyük petrol yataqlarının Çinə qaçaq neft petrol daşımasının qarşısını almasıdır. Və bu birbaşa Çinə ekonomikasını çöktürmək üçün hesablanmış bir şeydir. Yoxsa orada nə Amerikanlılar, nə İsraillər, kiminsə umurunda deyil, Türklər orada dövlət qursunlar ya kütlərə nəsl etsinlər. Ancaq bura diqqət etsək, Güney Azərbaycanda olan Türklərimizə qarşı dəstək olaraq Azərbaycan və Türkiyə Cümhuriyyətləri tam dəstək etməlidir. Çünki bu dəfə bu fürsəti əldən buraxaraqsa, Güney Azərbaycanda Türk qardaşlarımız özlərinə dövlət qura bilməzsə və yaxud da ki, hakimiyyəti tam Türklər ələ keçirə bilməsələr, bir daha orada Türk dövlətini qura bilməyəcəklər. Və dünya gücləri də heç biri də razı deyildi ki, bölgədə ikinci böyük Türk dövləti qurulsun. Bunun qarşısını hər cürə alacaqlar. Və İranın PKK-nın qolu olan PJAK-ı da tam silahlandırıb onlara dəstək edirlər. Çünki PJAK da, PKK da bir günləri İsrailin dəstəyindədir. Onun kimi Suriyadakılar da. Və İraqda da yaxın günlərdə sular isinəcək. Çünki orada Molla Bərzaninin dəstəsi ilə Tələbaninin, Bafıl Tələbaninin dəstəsi artıq qarşı-qarşıya gəlmək fikirdədir. Çünki Bafıl Tələbani İraq hakimiyyətini tam ələ almaq istəyir. Buna da Bərzani heç cürə razı ola bilmir. Və ortada bu qarşı durmaların da ortasında qalan bizim Kərkük, Musul türkmənlərimizdir, türkmən qardaşlarımızdır. Çünki İraqın petrolunun 60%-i Kərkük, Musul bölgəsindədir. Ona görə də dəfələrlə Bərzani Kürdistanı, Kərkük və Musulu kütləşdirmək istəyir və türk nüfuzunu azaltmaqla oradan türkləri kənarlaşdırmaq istəyirlər, köç etdirmək istəyirlər. Və bütün bu olaylar hamısı oradakı olan petrol yataqlarını tam ələ keçirmək üçündür. Qafqazda Zəngəzur yolu, yəni Ermənistandan keçən 43 kilometr Trump yolu dedikləri yol, baxın bir bilgini verim, dönənləri İngiltərənin, Amerikan jurnalistlərini həmin o yola heç Rus sərhədçiləri buraxmadı. Yəni Rus FSB-si girməyə imkan vermədilər. Yəni o 43 kilometr Zəngəzur bölgəsinə, o Trump yolu dediklərinə. Ruslar tam gücü ilə orada oturmuşdu. Və bunlar da ola bilsin ki, gələcəkdə bazarlığa getdilər. Yəni Ruslar hər dəfə dediyim kimi belə boş-boşuna, kolay-kolay, asanlıqla Qafqazı əldən vermək istəmirlər. Və o Zəngəzur yolunda sular artıq bərk isinəcəkdir. Çünki dünənləri Amerikanın, İngilislərin, jurnalistlərini Rus FSB, sərhəd qoşunları, sınırı qoşanlar, qoruyanlar
Heç birini buraxmadılar ora və qovaladılar. Yəni 10 Kasımda imzalanmış həmin yolun kontrolu Rus FSB-sinin kontrolunda olsun, qoruması götürsün. Həmin qanunu, həmin imzalanmış qanunu özləri öz gücündə saxlamaq istəyirlər. Və buna da dönənləri Zakharova'nın da, Xarici İşlər Naziri, Rusiya Xarici İşlər Naziri Zakharova'nın da bu çıxışları həmin olaylara eynidir. Və indi bölgədə Qafqazda, yəni üzümüzə gələn zamanlarda, iyun ayında səhv eləmirəmsə, Paşinyan seçkisi var. Bu seçkilərdən Zəngəzur yolunun taleyi də və Qafqazın da həm əsasda Azərbaycanla Ermənistanın taleyi çox şeylər dəyişə bilər. Burada Paşinyanın hakimiyyətdə qalması, irəlidə gələn Zəngəzur yolunun tezliklə açılması və bu 2028-ə hesablanıbdır. Yəni bu işlərin görülməsində xeyli işlər görüləcək. Ancaq onlar da Paşinyan hakimiyyətdən gedərsə, ya Paşinyanı hakimiyyətdən aşıra bilərlərsə, Ruslar, onda oyunlar tam dəyişəcəkdir. Və bu geri zəkalı Trump'ın da sözünə kimsə inanmasın. Türkiyəmizin hər tərəfdən kuşatmışlar. Həm Suriyadakı, həm Kuzey Kiprisin yanında Güney Kipris Rum kəsimi tərəfdən və son Ege dənizində olan ittifaqlar və burada bir diqqət edin. Liviyanı, yəni Beyrut, Lübnanı. Necə olur ki, İsrail bombalayır Həməsə görə, Hezbollaha görə. Ancaq buradan Libiya hökuməti də iktidarıdır. İsrail, Lübnan və Güney Kipris Rum kəsimi tərəfdən dəniz anlaşması yaşatdılar. Yəni imzaladılar. Kimə qarşıdır bu? Biz hamısı türklərə qarşıdır. Afrikada olan olaylar da biz türklərə qarşıdır. Somalidə olan oyunların hamısı da. Yəni Pyotr Pervinin 18-ci əsrdə yazdığı vəsaitində İranı o vaxt Qacar Türk dövləti idi. Ələ tam keçmək üçün ilk öncə Türkiyəni ələ keçmək lazım idi. Osmanlını. İran düşərsə də Türkiyəmizin üzərinə düşəcəklər. Bu böyük bir təhlükədir. Çünki hər zaman o zamandan bu zamana indi Putinin qarşısındasa da SSR-in də vaxtında onların masasının üstündə olmuş, Çar Rusiyasının da masasının üstündə olmuş, kim gəlibsə də. Bunların fikri ilk növbədə Türkiyəni ələ keçirmək və əsasda İstanbulu, Konstantinopola Ruslar bugün də Çarqorod deyir. Və bunlar hamısı düşünülmüş şəkildədir. PKK terror təşkilatını da bugün Ruslar da dəstəkləyir. Həm Suriyada, həm hər bir yerdə. Ən böyük dəstəkçilərdən biri də Rusiyadır. Rusiya Azərbaycanı işğal etmək üçün fürsət bəsləyir. Yəni fürsət gözləyir ki, Azərbaycanı ya Ermənistanı tam işğal eləsin. Ermənistan belə götürəndə iqtisadi tərəfdən Rusiyanın işğalındadır. Heç də oradan çıxmamış, həm hərbi üssü var, həm də iqtisadi tərəfin bütün hər bir iqtisadiyyatı Rusiyanın əlindədir. Və burada Gürcüstan olayları da var. Gürcüstan düzdür bizim qonşumuzdur. Bu qədər bizim dostluğumuz, yoldaşlığımız, qonşuluğumuz, strateji əməkdaşlığımız var. Amma Zəngəzur yolunun açılmasına Gürcüstan da heç də razı deyil. Ona görə də Gürcüstan tərəfdən Rusların əli ilə biz tərəfə gömrük rüsumlarınıza da qışqırılması, artırılması hamısı bir böyük oyundur. Çünki Rusların İranla şimal-cənub yolunun qarşısı alınır. Ermənistandan keçən yolunu və Azərbaycandan şimal-cənub yolu, Azərbaycan üzərindən şimaldan girərək vaqonlar Cənubi Azərbaycan, yəni Astara bölgəsindən İran Astarasına keçərək Hürmüz boğazına çıxaraq okeanlara çıxmağıdır. Bu Rusiyanın son iqtisadi nəfəs borusudur. Və bunun da qarşısı alınır. Ona görə də burada, Qafqazda dövlətlərimiz hər bir təhlükəyə fikir verməlidir. Bundan başqa da içərimizdə etnik millətləri qızışdırmaq oyunlarına başlayıblar Rusiya tərəfdən və bu radikal İslamçılar da bir tərəfdən. Türkiyəmizdə bu günləri terror təhlükəsi həddindən çox böyükdür. Bunu araşdırmaçılar da deyir və siz də məndən yaxşı bilirsiniz ki, bu IŞİDçilər, bu PKK-çılar, bu FETÖ-çular, bu kimlər, bütün hamısı massada CIA və
M6 İngiltərənin istihbaratına çalışanlardır. Türkistan bölgəmizdə İngiltərə, yəni Anglosaksonlar, ümumiyyətlə Orta Doğuda da, Qafqazda da bir tək ittifaqçısı türklər qalmış. İngilislər, yəni Anglosaksonlar, evangelistlər və siyonistlərin əlindən bütün bu bölgəni geri almaq üçün Türk birliyinə gücü vermişlər və türklərə dəstək edirlər. Yalnız tək bir ittifaqı türklərdir. Türklərin əli ilə bölgəni həm Orta Doğuda, həm Qafqazda, həm Orta Asiya dediyimiz Türkistan bölgəsində Amerikanlılardan və siyonistlərdən geri almaq istəyir. Bunların qarşılıqlı savaşlarıdır və bu savaşların da nəticəsində dövlətlərin çoxsu bölünəcək, çox dövlətlər də birləşərək böyüyəcəkdir. Türkiyəmizin üzərinə oynanan Osmanlı milliyyətçiliyi də Ankara Böyük Elçisi Tom Barakın dediyi Osmanlı milliyyətçisi də buna hesablanıbdır. Yəni 2030-a kimi qarşıda çox böyük təhlükəli oyunlar var üzərimizə. Geosiyasi oyunlar var. Və buna bütün dövlətimiz, həm Türkiyəmiz, həm Azərbaycanımız, həm xalqımız hər şey hazır olmalıdır. Allah'a emanet olun. Namıklı Türk'üm diyene.